Deyirlər, həyatda hərə bir iz qoyub gedir. Böyük sənətkarların, görkəmli şəxsiyyətlərin qoyub getdiyi iz, ucaltdığı qala tarix səhifəsinə çevrilib, nəsildən nəslə töhfə olur, yadigar qalır. Hər vaxtınız xeyir olsun, çox hörmətli və dəyərli tamaşaçılarımız. Ofelia xanım düz danışıram da, sizdən öyrənirəm də. Bu günləri dəyərli tamaşaçılarımız elə bir gözəl yerdəyəm ki, Allah sizlərə can sağlığı versin. Ofelia xanım Sənani. Bu günləri onun ad günüdür, gəlmişəm təbrik eləməyə. Xoş gördük Ofelia xanım, necəsiz? Sağ olun, yaxşıyam, çox sağ olun, xoş gəlmişsiniz. Ad gününüz mübarək olsun. Çox Təbrik edirəm ad gününüzü. Çox sağ olun. 48 yaşınız təbrik edirəm sizi. 48? Amma birinci sizə Allah can sağlığı versin. Amin, çox sağ olun. Bir daha xoş gördük sizləri. Ofelia xanım, istərdim ki, sizə belə bir balaca az suallar verim. Gənclik illərinizin bir də geri qayıtmağını istərdinizmi? Gənclik illərin əlbəttə ki, kim arzulamır? Hamı arzulayır ki, kaşkək cavan olaydı. Hə, əziz balalar, indi Ofelia nənəniz sizə maraqlı bir nağıl danışacaq. Diqqətlə qulaq asın. Ofelia Sənani Azərbaycan radiosuna gələndə 190 nömrəli məktəbin 10-cu sinif şagirdi idi. Səsi, diksiyası, mətnə hakim olması onu təkcə yaşıdlarından deyil, hamıdan fərqləndirirdi. İlk vaxtlarda uşaq verilişlərinin aparıcısı olan məktəbli Ofelia ev tapşırıqlarını belə studiyada, pult arxasında, efirdə yayımlanan konsert proqramlarının fasilələrində yerinə yetirirdi. Deyir ki, məhz yaşının az olmasına görə radioda rəsmi işə də bir qədər gec qəbul edilir. Amma tələbəlik illərinizdən ya belə yadda qalan gözəl məktəb illərindən və ya tələbəlik illərindən yadda qalan gözəl xatirələrdən bir kəlmə danışa bilərsiniz? Tələbəlik illərində Gözəl illər olub. Gözəl illər idi, çox əlçatmaz günlər idi onlar. Amma hərdən bir də oxuyurdum. Səsim var idi. Sonra bir gün atam gəldi, gördü ki, mən səhnədəyəm. Mənim qolumdan tutdu, düşürdü aşağı. Nə mahnılar oxuyurdunuz? Lirik mahnılar. Əgər tələbəlik illərindən söz saldıqsa, sizin xatirinizə bir kuplet tələbəlik illər oxuyacaq. Allah can sağlığı versin. O mahnıyı həmişə Elmira Rəhimov oxuyurdu. Ay, sağ olun. Çox adi dolana, dünyaya, cahana, insana, gələcəyə inanan, tələbə, sızlar yada düşəndə, ürəyimin telləri, o mehriban, o əziz, tələbəli illəri, tələbə. Ofelia xanım, belə bir suala verəcəm sizə. Siz bu sənətə gələndə 11-ci sinifdə oxuyurdunuz, eləmi? Eşitdim ki, atanız Allah rəhmət eləsin, razı qalmırmış siz bu sənətə gəlməyinizə. Sonradan ürəyi yumşalıb, eləmi? Hə, əvvəlcə heç istəmir. Hətta özü aparırdı, özü getirirdi. Sonra gördü ki, burada heç nə yoxdur. Gəldi, içəridə tanış oldu, baş redaktorumuzdan tanış oldu. Sadıq müəllim vardı, rəhmətli, o bizə tanışdı. Həm qohum idi, həm də baş redaktor idi orada. O gördü onu, dedi ki, sən nəcək? Qızın əlindən tu gətirmirsən. Dedi ki, nə bilim, uşaqdır, tanımır heç kəsi, dedi, yaxşı tanıyır, səndən də yaxşı tanıyır, mən buradayam. Nədən narahat olursan ki, o uşaq vaxtında gəlsin, vaxtında geçsin, dəyme ona, sındırma, qorxuzma. Onda sən qorxu yaradırsan, olmaz, efir adamı qorxacaq olmamalıdır. Sonra ona qulaq asdı, daha gəlmədi. Özüm getdim, özüm gəldim. Bir müddət özü apardı, özü gətirdi, amma içəri girmədi. Sonra arxaya oldu ki, heç nə yoxdur da, birisi gəldi. Dəyərli tamaşaçılarımız, sənətə sevgi budur, bax. Ofelia xanım, bir çox künlarda da iştirak eləmişsiniz. Dağlarda döyüş filmində də, Allah rəhmət eləsin, qaynatanız da bir yerdə iştirak eləmişsiniz. Qısqancıymış deyəsən özü də. Çox, həddindən artıq. Bir dəfə dağlardan qaça-qaça gəlirdik. Şahmar Riyaza əlimdən tutdu ki, mən yıxılmayayım. Dağdır da, iri daşlar, qayalıqlar. Əlimdən tuturdu da daşlardan uzaqlaşdırırdı, qayalıqdan uzaqlaşdırırdı ki, ayağım ilişməsin. Sürətlə bizə elə yeri çəkilirdi ki, biz sürətlə qaçırırız aşağı.
harasa məkana çatmağa. Hə, ona görə qışqırdı aşağıdan, çaxmar, qızın əlini burax, qoyma, tutma qızın əlindən, qoy özü düşsün aşağı. Bu da daim ölsün müəllim, görmürsən daşlıqdır, qayalıqdır, qızın ayağı ilişər, yıxılar, sonra mən onu necə tutum, bəlkə burnusuna, bəlkə qolusuna. Düz deyib də. Hə. İncə qız yıxılmış da, balaca Hə, artıq. çox. Çünki bir çox kinolarda, o filmlərdə çəkiləndə həmən o həyatı yaşamısınız da. Mücrü filmində də çox yaxşı film bəli, olmuş. Mücrü. O qızı tapın, Aha. kinosunda da olmusunuz. Bəli. 7 Oğuz Tərən filmində də olmusunuz. 7 Oğuz Tərən bir gedənə qız gəlir. Aha. Hə, o kinoda iştirak edəndə deməli insan elə sizi deyirəm da, elə mən özümü də deyirəm, o həyatı yaşayır. Bəli, bəli. Hamısında, hansı rolə çəkilmişəm, o həyatı yaşamışam. Müəlliminiz Ədil İskəndərov da oldu da, rəhmətli. Rəhmətli, onda kinostudiyanın direktoru Ədil İskəndərov idi. O mənə təklif elədi ki, qızım, gəl otur burada divanda, heç çəkinmə. Amma bizim divanda otur. Mən sənə pensiya verim, elə o divanda otur. Pensiya da al, bizdən maaş da al. Mən sənə həm maaş yazacağım, həm də pensiya alarsan. Amma bizdə ol, kinostudiyada ol. Baxdım, fikirləşdim, demədim, mən gələ bilmərəm. Mənim doğma yerim də ora, mən oraya necə qıyım atım? Necə risk eləyim ki, tamamilə oradan çıxım, gəlim oturum burada? Haçan lazımdır gələrəm də, çağırarsız gəlirəm. Nə gözəl. Hə. Yeni il verişləri həmişə aparırdınız, rəhmətli Rəfi Bəli. Hüseynovla bir yerdə. Uşaq verişləri aparırdınız. Bəli. Gözəl belə məlahətli səsiniz sizin belə ekranda bütün tamaşaçıları cəlb edirdi. Tamaşaçılar sizin elə orada iştirak edəndə, veriliş aparanda hamı sevirdi sizi. Bu günə qədər yenə də xalq sevir sizi, Ofelia xanım. Allah sizə ömür versin. Çox sağ olun. Sizə bir şey söyləyim. Fərhad Hüseynov bilirsiniz də, sizə salam söyləyir. Moskvada yaşayır. Çox sağ olsun. Ondan Şeyx Əbdül Mahmud salam söyləyir. Nəcibə Hüseynova, Rasim Balayev, Flora Kərimova, bütün hamısı Tariyel Qasımov sizə salamlarını bildirirlər ki, mən особо salamlarımı çatdırarsınız. Minnətdaram. Hətta Ceyran Haşimova. Ay, Bizim gənclik illərimiz bir olub deyir, Ay, həmişə biz bizim deyir. verişlərimizə aparıb deyir. Düzdür. Çox sağ olsunlar. Təşəkkür edirəm. Onlara can sağlığı arzulayıram. Nədən belə sadəsiz? Belə bir sual vermək istəyirəm. Sadəlik nədir sizdə? İrsdən gəlir, mənə gəlir. Sadəlik, bilirsiniz, əlbəttə ki, irsdən gəlir. Mənim ailəm çox sadə idi. Bəli. Anam da sadə idi, atam da sadə idi. Allah rəhmət eləsin. Həmişə mehriban öyrədirdi bizi ki, mehriban olun, cəmaatla mehriban olun, xalqla mehriban olun. Onların nəsihətlərini biz yerinə yetirdik. Sizin zövqlü geyiminiz və efirə çıxanda həmişə belə örtülü geyimsiniz də, belə Bəli. efir geyimi var. Tamaşaçı- Amma necə baxırsınız siz açıq-saçıq geyinən aparıcılara? Yox, qətiyyən. Tamaşaçıya hörmət lazımdır. Tamaşaçıya onun sinəsi lazımdır. Tamaşaçıya onun nazik giydiyi, altdan nələr görsənir, o lazımdır. Qətiyyən. Bahalı geyimə də yaxşı baxmırsınız, yox? Yox, bahalı da mən heç vaxt giyinməmişəm. Bahalı, o sizin savadınızdır, bahalı geyim. Olmaz. Əlbəttə, tamaşaçının zövqünü korla bilər. Aha, yox. Yəni hamıya bir baxırsınız da belə. Hamıya. Çünki tamaşaçının kasıbı da var, həddindən artıq kasıbı da var. Onlara hörmət eləmək lazımdır, onlara dərc vermək lazımdır. Öz geyimimizlə onlara biz dərd veririk. Olmaz. Onu nəzərə almaq lazımdır həmişə. Ofelia xanım, mən demək istəyirəm ki, bu günlük bu qədər. Mən sizi çox yormaq istəmirəm. Bir daha sizin ad gününüzü təbrik edirəm. Elə tortun üstündə də gözəl şəklinizi vurdurmuşam, elə gənclik vaxtınızın şəklini ki, adam həmişə gənclik illərini yadına salanda gənc olur, gəncləşir. Ürəyiniz gəncdir. Allah sizə can sağlığı versin. Çox sağ olun. Bir də demək istəyirəm ki, Allah sizin bağlarınızı saxlasın. Çox sağ olun. Çox sağ olun. Allah sizə can sağlığı versin. 100 il Allah sizə ömür versin. Yenə gələrik sizin ad gününüzü təbrik edərik. Bu günlük bu qədər. Öpürəm sizi, bağrıma basıram. Çox sağ olun. Happy birthday to you demişlər ki, Ofelia xanım. Yox, siz tutun da əlinizi ki, əlinizi tutun, mən kəsəcəm. Ad günün mübarək, ad günün mübarək. Ofelia xanım, ad gününüz mübarək olsun. Çox sağ olun. Neçə belə gözəl illərə çatasınız. Can sağlığından, ömür xoşluğundan, gülə-gülə. Çox sağ olun.
Teşekkürler. Bunu belə bura qoyum. Bunda belə bir balaca, bu ziyankar tort deyil, yaxşı tortdur. Çok sağ ol. Buyurun Ofi xanım. Ad günü mübarək olsun Ofi xanım. Dünyanın o qədər sevinci məndədir ki, bu saat ki, belə böyük kalifey sənətkarın yanındayam, bir yerdə oturmuşam, ad günü təbrik edirəm. Mənim üçün nə lazımdır mənə? Dünyanın xoşbəxti mənim. Düzdür. Amma axırda bir sual yadımdan çıxdı, məni bağışlayın. İnsan xoşbəxtliyi nədə görürsünüz? Xoşbəxtliyi mən əvvəlcə lap cavanlığımda sənətimdə görürdüm. Nə qədər ki mənim sənətim yaşayırdı, mən də yaşayırdım. Çox gözəl şeydir sənəti sevmək. Sənəti sevəndə cavanlaşırsan, sənəti sevəndə canını qoruyursan. Bəli. Sənəti sevəndə hamını sevirsən. Təkcə özünü yox, təkcə sənəti yox. Sizi bütün dünya sevir. Xalqını sevirsən, xalqınla nəfəs alırsan. Sən danışanda da bilirsən ki, xalq hansı qulağı səndədir. Əsl Azərbaycan gözəldir Ofelia xanım. Çox sağ olun. Sağ olun. Çox sağ olun.